Dünənləri mən bir iradımı bildirmişdim Əlimir Əliyevlə bağlı və sosial şəbəkələrdə təşəkkür edirəm, məni başa düşdülər. Bilirsiniz, mən Əlimir Əliyevə ona görə hörmət edirəm ki, o yaşlıdır. 15 ildən sonra biz də Allah ömür verirsə, biz də o yaşa gəlib çatacağıq. Və Əlimir Əliyev musiqidən anlayışı olmasaydı, Əlimir Əliyev biraz bakılımdı, biraz oynayandı. Və Əlimir Əliyev sizlərə reyting verirsə bugün, sizləri bugün, sizin olmayan savadınıza, mənim də deməyimə savadım belə mükəmməldir, amma mən show biznesdə sözümü deyə bilərəm. Mən pul verib efirlərə gəlməmişəm, yəni. Mən tolik olmuşam, efirdən də getsəm tolikam. Amma şükür Allah ki, bugün işləyirəm, buradan ruzumu qazanıram. Allaha şükür olsun. Amma xahiş edirəm, özünüz çağırdığınız qonaqların irad bildirməyəcəksinizsə, sözünüz kəsəri yoxdursa, onların yanında gözü kölgəlidirsə, söz deyə bilən adamı da gətirib efirinizdə alçaltmayın. Niyə? Çünki o kişi ömrünü bu sənətə verib. Ola bilər onun bir mahnısı olsun, ola bilər onun böyük sənəti, amma o bu insan musiqini anlayan biridir. Allah heç kimi, heç bir bəndəni imkansızlıqla sınağa çəkməsin ki, qat-qat səviyyəcəndə, musiqini bilməklə də aşağı olan insanların yanında o suzdurub dili gödə eləməsin. Allah heç kimi eləməsin belə. Kimin də sözü var mənə, buyursun. Mən heç kimin adını çəkməmişəm, qorxmuram, çəkə də bilərəm. Mən prosto o kanalın rəhbəri ilə dostluq edirəm, hörmət edirəm ona. Mən kanal rəhbəri ilə dostluq edirəm, görürsünüz nə deyirəm. Ona hörmət edirəm, ona müəllim deyə müraciət edirəm. Çünki yaşım da yaşından çoxdur, amma ona müəllim deyirəm. Amma sənin kimi orada bir-iki dənə Printus'tan aşağı verişlər var. Bütün gün TikTok'da bazar söhbətləri ilə, arvad söhbətləri ilə gətirirlər öz dostlarını orada kiməsə atmaca atırlar. Kişilik sindromu efirdə olmamalıdır. Kişilik həyatda olmalıdır. Həyatda əgər sözünü kiməsə deyə bilməyəcəksənsə bu ekranda demə. Mən deyirəm. Hələ də dediklərimin heç birisi mənə cavabımı verməyib. O çıxıb deyirlər, məni kimsə cibində gəzdirə bilməz. Deməli, gəzdirə bilirəm ki, sənin sözümü demişəm bir dəfə. Bundan da sonra bilirsiniz ki, adımı çəkməzsiniz. Mən çünki sizin adınızı çəkmirəm. Mən türkü kimi, mən Zaurla dostluq edirəm, nə bu oğlu. Bax, bizim aramız, dünən danışmışım Zaurla. Mən ya silirəm, ya dostluq edirəm. Zaur, mən deyirəm yenə də, mənim dostum, düzdür, mənim ən yaxın dostum, ən yaxın dostum, ha. Ölsəm, ağzımda qan olsam, onun yanında bir dənə.